Gürcüstanda dekabrın 1-də Geotrafik 2013 adlı beynəlxalq yarış keçirilib. Yarışda Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistandan qatılan nümayəndələr iştirak edib. Beynəlxalq yarışda Azərbaycan 10 ekipajla təmsil olunub. Yarış paytaxt Tiflisdən 60 km aralıda dağlıq və meşəlik ərazilərdə təşkil olunub. Təşkil olunan yarışda ölkəmizi təmsil edənlər TR1, yəni seriya şəklində hazırlanmış avtomobillər üzrə ikinci və üçüncü yerlərə, TR3, yəni xüsusi hazırlanmış avtomobillər üzrə isə üçüncü yerə layiq görülüb. Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycanı təmsil edən 4x4 klubunun rəhbəri Kamran Əsədov 5 saatlıq yolu 2 saat 41 dəqiqəyə başa vuraraq ikinci yerə layiq görülüb. Dekabrın 1-i keçirilən beynəlxalq yarış Geotrofidə Azərbaycanı təmsil etmişdik və bu yarışda ikinci yeri tutmuşduq. Bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Bu illərim bizim klub Zakavkaziya üzrə keçirilən çempionatda iştirak etmişdi. Çempionat 4 turdan ibarət idi və bu 4 bütün turlarda baş vurmuşduq. Həmin bu çempionatda bu günlər təqdimat mərasimidir və bu çempionatın biz ikinci yerinə layiq görülmüşdük. Çalışacaq gələn illəri daha yaxşı nailiyyətləri layiq olaq.